Salam hər kəsə, mən Hüseyn Salmanov. Bugünkü vloqumuz pizzalar ilə bağlıdır. Bakının tanınan bilinən bacardığınız qədər 5 və daha çox pizza restoranına gedib dadına baxıb sizlərlə bölüşəcəyik. Bugünkü videoda tək deyiləm, yanında 20-lik dostum Vasif vardı. O biraz təzə olduğu üçün çox uzağa gedib. Demişdim yaxında dayansın. Hara gedib çıxmısan? Evə getmişdim. Vasif də buradadır. Biraz çox restorana gedəcəyimizə görə dedim tək olmayım. Vasif də gəlsin, mənə kömək eləsin. Yeməkdə kömək eləyəcək təbii ki. Birinci aradan başlayırıq Vasif yeməyə. Birinci Domino'sdan başlayaq. Yavaş-yavaş öyrənir. Domino's pizzadan başlayırıq. Bahaları doğru gedərik də. Google Map'də oradakı rəyləri də və reytinqləri də sizlərlə bölüşəcəyik. Ondan sonra biz də öz reytinq cədvəlimizi sizlə bölüşəcəyik Vasiflə. Eyni pizzanı 5-6 məkanda yesək biz də yorularıq. Yaxşı olar ki, restoranlarda ən çox sevilən və ən çox bəyənilən və restoranın özünə xas olan bir pizzası varsa onu yeyək. Getdik birinci restoranımız Domino's pizzaya. Getdik. Nuş olsun. Azərbaycan gənclik, biz də gəncik. Burada əyləşmək istəyirik. Buranı mümkündür təmizləmək, masanın üstünü zəhmət olmasa təmizləyərik. Sizdə ən çox sevilən və yaxud da sizin özünüzə xas olan nəyi təklif edə bilər? Bunu məsləhət görürsünüz. Premium 4 ətli pizza. Salam, xoş gördük. Sifarişimiz 8 dəqiqə gəldi. Kiçik boy pizza demişik, 4 ətli. Yaxından çəkim sizlər üçün göstəreyim. İndi dadına baxacağıq. Ən sonunda da fikirlərimizi bildirəcəyik. Bu arada Google Map üzərindən bu filiala yazılan rəylər var. Maraqlı rəylər var. Onlara da toxunacağam. Düşünürəm ki, sizlər üçün maraqlı olacaq. İzləmədə qalın. Görək pizzamızı belə. Bu arada əllərimizlə yumuşuq. Nə üçün bölürdün, değil mi? Bizi qonağa vermək lazım. Biz orada vaxtlar qonaqpərvər idik. Pendiri qəşəngdir. Hə, belə görünüş olaraq yaxşıdır, uzanır. Bu 4 ətli deyəndə yəqin ki, burada biz görürük bastırmadır, steykdir, suzuqdur. Saskadır, suzuqdur. Bir də köftə. Hələ ki fikir bildirə bilmir, qoy biyin-biyindən. İstəyəndə adamın ağzı yanır. Fikri orada olurdu ya, fikir bildirə bilmirsən. Qoy biraz soyusun, qoyun qabıma, bir diş dala. Mənim üçün Hüseyn pizzada ən önəmli məqamlardan biri xəmiridir bunu. Bilmirəm sən xəmiri nə dərəcədə bəyəndin. Mən o dərəcədə bəyənmədim. Amma içindəki məhsullar, ətlər, pendirin özü olsun, o qəşəngdir. Məncə də haqlısan. Əsas xəmirdir, pendiridir. Yəni bu iki şey pizzada ən vacib üsullardan biridir. Burada çörəyim tam olaraq xırt-xırtlı deyil. Mən gözləyirdim daha çox xırt-xırtlı olsun və biraz qalındır pizza yerləri. Əsas xəmirin nazik olması ilə belə deyim də önə çıxırlar. Burada xəmir biraz qalındır və yumşaqdır, xırt-xırtlıq yoxdur. Amma pendir yaxşı idi sən dediyin kimi, uzanırdı. Tərkibində olanlar bizə görə yaxşı idi. Ola bilər siz bəlkə bastırma xoşlamaya bilərsiniz, köftə xoşlamaya bilərsiniz. Amma biz xoşladığımız üçün bizə xoş gəldi. Hə, biraz mənfi xüsusiyyət odur ki, 4 dənə ət, bir dənə kiçik pizzada tam dadını tuta bilmir. Ümumiyyətlə pis deyildi, yaxşı idi, amma biz indi öz qiymətimizi verəcəyik. Üstəyə eyni vaxtda qiymət Bir dənə verəcəyik. öz fikrimi bildirim. Xəmir bişməmişdən əvvəl pomidor sos vurulur ora. Orada çox turşuluq hiss elədim. Bir dənə də onu dadına baxım, mən ona fikir vermədim heç. Var, tomatın turşuluğu var, hətta mən biraz az olan hissəsindən götürdüm. Tomatın turşuluğu da az miqdarda da olsa var. Eyni vaxtda qiymətimiz verib 5 bal üzərindən verəcəyik. 10 bal üzərindən verək. 10 bal üzərindən. Ədalətli olmaz. Yaxşı, 10 bal üzərindən. 3 deyəndə eyni vaxtda 1, 2, 3, 7. 7. Demək ki, fikirlərimiz də doğrudur. Servisə daha diqqətli olun. Çünki biz içəri girən gəzli planda masanın ikisinin üzərində yeyilib gedən qablar qalmışdır hətta. Google Map'də biz rəylərə baxıram ki, mənfi rəylərdən ən çox nə üçün gəlmişdi? Ki, xidmətlə bağlı. Masalarda hətta bir neçə rəy o ilə bağlı idi ki, masaların üzərində müştərilərin yediyi qablar falan qalır. Biz də içəri gələndə açıq onun şahidi olduq həqiqətən də. Kadrlarda da var, o kadrlarda indi qoyacağam burada baxarsınız. Biz deyəndən sonra onu götürdülər. Belə şeylərə fikir versələr daha yaxşıdır. Bizdə bizim üçün bir fərqi yoxdur. Yeməyimizi yeyib gedəcəyik. Sadəcə restoran tərəfindən bu kimi nüanslara fikir versələr daha yaxşı olar. Bugünkü gündə rəqabət də var. Diqqət etsələr öz işləri üçün daha yaxşı olar. Koroğlu Rəhimov ünvanında yerləşən Domino's Pizza. Koroğlu Rəhimov gənclik. Bəli, Google Map üzərindən 205 rəy üzərindən 4.1 bal veriblər. Reyting cədvəli belədir. Gəlir sistem də 5 bal üzərindən verir. Fikirləşdim, amma 4.1 dedim sənə təsir eləməsin də. Yəni öz fikrin eldir. 1, 2, 3, 3.7. Ən aşağı yuxarı 3.6, 3.7 belə. Amma yenə deyirəm, gəlmək olarmı? Hə, gəlmək olar. O qədər də pis deyil deyə bir şey yoxdur. Qaydasından da hər şey. Yeməyinizi yeyib, pizzanızı yeyə bilərsiniz, içkinizi içə bilərsiniz. Hələlik keçir indi növbəti məkana getdik. İndi isə ikinci ünvanımız Nərimovda yerləşən Papa John's-a gəlmişik. Bir də görə burada pizzalar necə verir? Bəyənəcəksən yoxsa yox? Sevdiyim yerlərdən biridir. İnanıram ki, bizi yanıltmaz. A few moments later. Bilməli bir hadisə, yaraşdırma. Mənasız bir şey oldu, amma indi yəqin ki, özlərinə görə bir səbəbləri var. Mənə görə biraz mənasızdır. Xoş bir şey olmadı əlbəttə ki, biz çəkiliş edirdik. Sevdiyimiz məkanlardan biridir Papa John's. Artıq sevmədiyimiz. Ən azından başda gəlib kameranı falan görürlərsə, biratlarını bildirə bilərdilər. Bizə əlbəttə ki, ən təəccüblü gələn nə oldu? Zaten əvvəldən görürdülər bizim çəkiliş elədiyimizi. Yeməyi yeyib qutarandan sonra gəlib icazə verməməkləri biraz gülməli oldu. O kadrları paylaşmayacağıq əlbəttə ki. Orada bizə xahiş elədilər. Amma yenə
ümumi proses, gedişat xoş olmadı. Biz orada 5-10 dəqiqəlik video çəkdiksə ancaq təriflədik. O münasibətdən sonra valla mənim biraz fikirlərim dəyişir. Yəni- Pizza nə qədər də yaxşı olsa, istərseniz məkana qarşı fikirlər dəyişir. Yəni xoş olmadı. Bizim öz marketinq şöbəmiz var. Onlar çəkiş edirlər, başqasına olmaz falan. Yəni nə əlaqədə? Mən müştəriyəmsə gəlib oturmuşamsa, öz telefonla çəkib paylaşa bilərəm də. Buna heç kimi daxil eləyə bilməz axı yəni. Və elə bir yer seçirik ki, yalnız Hüseynlə mən görsənirik, nə bir müştəri Bəli, görsənirik, heç kimə narazılıq vermirik. Aysa. Nəsə, indi biz yenə pizzamızı aldıq. İkinci bir rasod elədik. Papa John's-dan aldıq bu arada pizzamızı. Yəni biz Papa John's barəsində danışırıq. Reallıqlar deyək. Bu arada o münasibət bizim məhsula qarşı olan qiymətimizə heç bir təsir etməyəcək. Onu əmin eləyə bilərik. Birinci məkanı Domino's Pizza Bəli. seçdik. Orada da çəkiliş sonra icazə verdilər. Duranda biz israr etsək də bizdən hesab götürmədilər. Orada münasibəti belə gördük, burada münasibəti belə gördük. Biraz xoş olmadı. Ev yox, nəsə, işdir, ola bilər. Da yeyək. Yox, bunu artıq evdə yeyəcək çünki bundan sonrakı məkanlar var. Sevinmişdim mən də. Ümumi bir fikrimizi deyək. Xəmiri çox da ideal değildi, amma yaxşı idi, pis değildi. Sosu yaxşı idi, Papa John's-un sosu. Biz sifariş vermişdik, Super Papa sifariş vermişdik. Pendiri az idi, düşünürəm çox olsa daha yaxşı olardı. Vasim verdiyi 10 ballıq sistemdən 8 bal verdi. Mənim isə balım 7.8 olmuşdu. Ortalama 7-9 falan deyək veririk. Amma 5 bal üzərindən verəndə Google Maps üzərində 23 rəy arasından 4.4 bal veriblər. Amma bizim ümumi balımız 4 oldu. Yəni icazə versələr də, verməsələr də o pizza yenə 8 ballıq pizza idi. Sadəcə biraz elə bu məsələ ilə marketinq şöbəsi özü məşğul olsa daha yaxşı olar. Məncə də. Biz ötürü bu problemi marketinq şöbəsinə həll edin bu məsələ. Belə olmaz. Nəsə, keçirik 3-cü məkanımıza. 3-cü məkanımız olan Pizza Mizza'ya gəldik. Gedə-gedə burada çəkişə icazə verəcəklər. Birinci onu yoxlayaq. Ondan sonra pizza sifarişi verək. Getdik. Əyləşdik Pizza Mizza'da. Çox gözəl qarşıladılar. Sağ olsunlar bizdə belə gözəl bir yerdə əyləşdirdilər. Digərindən fərqli olaraq Pizza Mizza'ya xüsusi təşəkkürümüzü bildiririk. İnterieri də gözəldir. Əyləşdiyimiz yerin interieri həqiqətən gözəldir. Kefimiz çox pis idi. Qanımızı qaraltmışdılar, amma bura gələndən sonra kefimiz yerinə gəldi. Hər şey qaydasında. Məncə həmin mövzuya geri dönüş eləməyək. Qanımız qaraldı. Hə, oldu, keçdi. Hansı sifariş verək? Sifariş Texas verir. Qardaş, zəhmət olmasa bizə bir də onu Texas verərsiniz. Kiçik boy verərsiniz də. Pizza Mizza'da 2+1 kampaniyaları var. 2 pizza alınan, bir pizza da hədiyyə verilir. Qiymətlər də aşağı-yuxarı 8, 20, 22, 24 manat arasında dəyişir. Kiçik boy 8 manat, 9 manat, 10 manat, 11 manat belə deyək. Orta boy 13 manat, 16 manat fərqli qiymətləri. Qiymətləri normaldır məncə. Amma maraqlı pizzaları var. Həm dad baxımından, həm ad baxımından, həm görünüş baxımından. Bəzi pizzaları heç ada görməmişəm. 4 fəsil pizzası, 5 pendir maraqlıdır, Volcano. Belə qəribə dadlı. Bu arada menülər çox gözəldir. Mənim xoşuma gəldi. Göstərim belə. Yəni səliqəli kulturludur. Bir baxışda pizza çeşidlərini görmək olur da. Bir də vərəqləmirsən və yaxud da telefonda nə bilim skan eləyib baxmırsan aşağı-yuxarı. Belə daha çox rahat. Pizzanın dadı, görünüşü o haqqda biraz da məlumat verəcəyik. Amma qiymət baxımından bu 3-cü məkandır. Ən uyğunu hələ ki buradır. Məncə pizzalar da yaxşı olardı. Mən elə fikirləşirəm. Siz var, adınız necə oldu sizin? Josef TikTokda, sosial medialarda məşhurdur. Josef, yəqin ki tanıyar. Sağ ol, çox sağ ol. Qardaş, sənin adın Instagramda Josef. Göstərə bilərsən. Josef M11. Zakuskatsı yazın Instagramda, o da bizim səhifədir. Çox sağ olun, nədən var olsun. Sifarişimiz gəldi, 16 dəqiqəyə gəldi. Bir balaca gec gəldi, çünki içəridə müştəri çoxluğunu nəzərə alaraq. Amma yenə də 16 dəqiqə düşünürəm ki, elə də çox bir vaxt deyil yemək gözləmək üçün. Çünki ortaya belə bir möhtəşəm pizza gətirirlərsə, məncə gözləmək dəyər. Görünüşü qəşəngdir. İstifadə olunan məhsulların təzəliyi, freşliyi, görsəniyi. Maraqlı nədir? Normal pizzalardan xəmiri daha nazikdir. Məncə daha dadlı olmalıdır. Göstərə bilərik. Bizim axtardığımız deyək ki, pizzadır bəlkə də, amma dadına baxar. Kameramanı unutmuruq. Kameramanın da pizzasını verək, dadına baxsın. Əziyyəti çoxdur. Birini də yeyək. Sizlər üçün belə yaxından göstərim. İstifadə olunan məhsullara söz ola bilməz. Məhsulların freşliyi bilinmir. Dad baxımından öz fikrimə görə mənim ağız tadıma tam uyğun deyil. Sən nəyi bəyənmirsən? Toyuğun yoxsa? İstifadə olunan bibər, soğanı tam hiss eləmək olur. Sən ümumiyyətlə bibər soğan sevmirsən onu. Xoşlayıram. O ki, yemək bişəndə soğanı əvəzlə bişirirlər. O soğanın belə deyim ki, soğanlığı ölsün. Burada amma tam hiss eləmək olur. Soğanı, bibəri elə bir bişib sonradan əlavə olunur. Bizdən üzərinə vurulan təbii ki, bu ət saskadır. Ondan savayı digər şeylər mənə elə gəlir ki, bişənə yaxın, yəni daha sonra vurulur ki, onlar biraz freşliyini qoruyur. Yəni pizzada bu belə olmalıdır deyə bilirəm. Yanlış da fikirləşə bilərəm. Səhvim varsa düzəliş edeyim. Mən də öz fikirlərimi bildirim. İçində olanlar, vurulanlar xoşuma gəldi. Bibəridir, toyuq ətidir, ciyər soğanıdır falan. Sevdiyim bir daddır. Xəmiri yaxşıdır. Tam olaraq xırç-xırçlı deyil, amma nazikliyi çox yaxşı. Xoşuma gəldi. Bunun pendiri də burada biraz azdır. Biraz çox ola bilərdi. Zaten biz öncədən soruşturdular ki, pendirin çox elə yoxsa az. Biz dedik standart eləyin, yəni standartı belədir. Amma istəsəniz pendirini də çox eləyə bilərlər. Ekstra bir məbləğ ödəməlisiniz. Sosu yaxşıdır. Xəmirin üzərinə vurulan sosdan söhbət gedir. Yaxşıdır. Bəyəndim. Ümumiyyətlə xoşuma
gəlməyən bir şey olmadı. Mən bəyəndim pizzanı, amma yenə də balımızı verəcəyik. İndi hal-hazırda Nərimanlıqdakı pizzamızdayıq. Həm lokasyon olaraq yaxşıdır, içəri dizayn baxımından olsun, hər bir şey xoşdur. Pizzanı o qədər bəyənmədiyim, yenə vurğulayıram, bəlkə mənim ağız tadıma uyğun deyil. Çünki mən orada soğanın, bibəri aşırı dərəcədə hiss edirdim. Qalan hər bir şey yaxşıdır, qiymətlər münasibdir. Keçək xal verin. 10 bal üzərindən xalımızı verək. 1, 2, 3, 7. 7,5. Başı 7,5, mən 7 verdim. Ortalama 7.3 götürək. Bir dənə də 5 bal üzərindən qiymətləndirmə eləyək və Google Map-də verilən ballarla müqayisə eləyək, görək nə dərəcədə reallığı əks etdirir. 1, 2, 3, 4. Burada biz baxırıq Google Map üzərindən verilən rəylər 89 rəy arasından 4.2 reytinq yığıbdır. Çox yaxşı nəticədir bu arada, 4.2 pis nəticə deyil. Bizim verdiyimiz xallar da bu arada yaxşı xallardır. Hardasa altdan aşağı xal versə bilmirik ki, ora o qədər də xoşumuza gəlməyib. Pizza Mizzanın filialları çoxdur. Biz olduğumuz Nəriman filialıdır. Burada olan kommentlərə baxıram, xidmətlə bağlı iradılar çoxdur, amma heç də elə deyil, səmimi deyil. Xidmət məncə çox yaxşıdır. Xidmətə qiymət versəm 5 verərəm. Belə izah edeyim, 10 verərəm. Hətta sən də düşünürəm ki, mənə eyni fikirdə olarsan. Və ən sonda çay da ikram elədilər, sağ olsunlar. Üzü içmədik. Amma Çünki ikram elədilər. abunə olmaq yaddan çıxmaz. Çox xahiş edirəm. Əziyyətimizi görürsüz zaten. Və şərh Ən azından bəli şərh yazıb, bəyənib abunə ola bilərsiniz. İndi isə keçirik sayca 4-cü məkanımız olana. Sual altında hara gedəcəyik? İzmir küçəsində yerləşən Pizza Bruno'ya gəldik. Arxamızda da gördüyünüz kimi. Bir də buranın pizzası Şöhnə məkanlardan biridir. Çox tərifləyirlər. İndi canlı şahidi olacağıq. Getdik. Dəniz məhsulları olan pizza verərsiniz, bir dənə də kola verərsiniz. Sifarişimizi verdik, gözlük gəlsin. Görən istəyi hazır olacaq. Ortam barədə fikirləri bir istəyirsən bir dənə bilir. Yaxşıdır. Çox səssizdir. Adamın yuxusu gəlir. Doğrudan çox səssizdir ortam. Arxada göstərim sizə. Görürsünüz monitorda qoyublar, kamindir. Səssiz ortam adamın yuxusu gəlir. Yorğan çatışmır. Yıxılıb yatacaq. Vasifin də vurğuladığı kimi köhnə məkandır. 8 il burada işləyən işçi var burada, düşünün. Hardasa məkan 10-12 illik bir məkandır. Çox sağ olun. Sifarişimiz gəldi. 19 dəqiqə 34 saniyə, 20 dəqiqədə gözləyirik. Çıxarım sizə belə yaxından. Əgər gəlmək istəsəz Pizza Bruno'ya, burada ölçülü pizza yoxdur. Qoxusu vurur. Götürək, yeyək. Nuş olsun. Məncə turş xiyarı biraz yesin. Ayrı-ayrılıqda isti turşu xiyarı olsun, zeytin olsun, dəniz məhsullarını mən sevən biriyəm. Amma elə bir toplu hal pizzada o dərəcədə də qəşəng deyil. Sən nə fikirsən? Mən yeni yedim. Mən üstündəki krevetkanın ayrı yedim. Əladır. Əla. Həqiqətən yaxşı. Normalda bu tərzdə olan krevetkalarım hər məkan yaxşı verə bilmir. Amma krevetkanın dadı pizzanın içində də belə ayrılıqda da mən yedim, mənim çox xoşuma gəldi. Hətta ayrıcıq bir krevetka sifariş verib yemək istəyirəm. Burada da pizza mizzada kimi yan xəmirləri nazikdir. O Ümumiyyətlə yaxşıdır. xəmirin özü çox nazikdir. Bu pendir amma quruyub elə sanki donub. Ola bilər ki, bizim pizza daha tez hazır olmuşdur. Biz bizə çatdırılmada gec çatdırılır. Pizza da istiydi, yəni elə də soyuq deyil, istiliyi var idi. Qeyri-adi bir pizza sifariş vermişik. Bunu nəyə görə vurğulayıram ki, çünki standartdan kənara çıxmışıq. Standartdan kənarda çıxanda normal olaraq bunu hər kəs yaxşı eləməyə bilər. Ona görə biz fikirlərimizi bildirəcəyik. Mən şəxsən bəyəndim. Bəyənmədiyim bir dənə nüans var. Pendiri xoşuma gəlmədi. Nə üçün burada donmuş vəziyyətdədir və dartılmır. Qırılır. Hə, qırılır. Yaxşı deyil. Bu mütləq şəkildə yaxşı olmalıdır. Oradan bir xal kəsəcəm, amma çörək nazikdir. Rahat yemək olur. Amma elə aşırı çox nazikdir. Mən elə hiss elədim. Məncə qaydasındadır. Pizzadırsa bu xəmir olmalıdır, bir tam çox nazikdir. Məncə yediyimiz 4 məkan arasında mənim fikrimcə ən yaxşı xəmir buradır. Yəni mənim xoşuma gələn pizza xəmiri belə olmalı, nazikliyi falan üstündə olanları daha yaxşı hiss eləyəsən. Bundan mən sosu hiss edə bilmədim altını. Bəlkə də sos vurmayıblar, amma pis deyildi. Sos hiss eləyə bilirsən? Mən yox. Məncə də vurmayıblar. Bəlkə də vurmayıb. Üzərində olan krevetkalar çox yaxşı idi. Bir dənə burada turşu xiyarı var ki, bu turşu xiyarını düşünürəm ki, vurmasaydılar daha yaxşı olardı. Çünki dadını tam olaraq dəyişdirir. Maraqlı bir pizza idi, dad baxımından gələnlə seçilən. Mən tam əksi olaraq xəmirini bəyənmədim, çünki çox nazik idi. Amma üstündəki məhsulları ayrı-ayrı dadına baxanda yaxşıdır. Orada ton balığıdır, şıx xiyardır. Ona biraz uyğunsuzluq olub mənim fikrimcə. Orta deyil. Hazırsansa 10 bal üzərindən qiymətimizi verək. Saymağa başlayaq. 1, 2, 3, 7.8. Çox güman ki, çörək mən bəyəndim, Vasif bəyənmədi. Ona görə oradan xalq qırdı. Bizim ortalama qiymətimiz sən 7.4 deyək. İndi isə 5 bal üzərindən qiymət verək. Sonra Google-da verilən 197 rəy üzərindən reytinq cədvəlini. Onu da bölüşəcəm. 5 bal üzərindən qiymət veririk. Hazırsansa 1, 2, 3, 4.2. Ən yaxşısı bu oldu. Mən məkandan. dəniz məhsullarını aşırı çox sevdiyimə görə mən çox xoşuma gəldi. Pizzanın üzərində dəniz məhsulları vurmaq bəlkə hər məkanın eləyə biləcəyi bir şey deyil. Ya bu çətinliyi nəzərə alaraq mən qiymət verirəm açığı. Google Map üzərindən də ortalama
4.5-dir. 4.5 çox yaxşı bir baldır. Google-da ən azından 197 rəy üzərindən verilibdir. Rəyləri də burada oxuyuram. Tam pizzalarını tərifləyir. Buna görə biz də öz balımızı veririk, 4 balımızı veririk. Qidaya bizim verəcəyimiz bal 4-dür, xidmətə verəcəyimiz bal 4-dür. Atmosferə verəcəyimiz bal isə ona da 4 veririk. Qiymət verdik, pizzamızı yedik, ödənişimizi eləyib keçirik. Sayca 5-ci olan və sona saxladığımız ən maraqlı bir məkana. Bir dənə sehrimizi eləyək keçəcək. Artıq 5-ci məkanımız olan Vafyanaya gəldik. Arxadan göründüyü kimi. İndi burada da pizzanı test edib öz dəyərləndirməmizi sizlərlə bölüşəcəyik. Papa John's da var burada. Və içəriyə daxil oldum. Soruşdum ki, içəridə çəkiş eləyə bilərikmi, özümüzü çəkib pizzanızı yeyə bilərikmi? Çox rahat bir şəkildə dedilər, bəli, onlara heç problem yoxdur. Amma təəssüf ki, Nərimanov filialında bizimlə belə rəftar eləməmişdilər. Heyf. Birinci soruşur görə icazə verirlər yoxsa? Salamünaleyküm. Əyləşmək istəyirik, özümüzü çəkmək istəyirik. Axırda pizza var, tamam. Pizza buradır. Salam. Buradan verək sifarişi. Sizə özəl bir pizzanız varmı? Sırf Vafyanaya özəl bir pizza olsun, xüsusi bir pizza olsun. Bizdə Toskana var, bəli, Marta vermə var. Amma mən sizə istəsəz, special pizzanı elə bilərəm. Siz sadəcə deyil, içərisində hansı ingredientlər varına, kalbasa, toyuq, can əti, qiymə. Heç bir problem yox. Kalbasa toyuq da ola bilər, onun heç bir fərqi yoxdur. Yer çox maraqlıdır, ab-havası çox gözəl. Sifariş üstü də çox maraqlı idi, kartla idi. Kartı oxudurdun, sən özəl belə deyim pizzanı orada deyirsən, daxilində olanları hazırlayıb verirlər ağız dadınıza uyğun. Hal-hazırda bizə gələn pizzanın adını, heç nə haqqında məlumatımız yoxdur. Şefin öhdəliyinə buraxmışıq. Qiymətini belə bilmirik də, sonda biləcəyik. Qiymətlər elə çox yüksək deyil. Məncə yaxşı olacaq. Bu ad olaraq nə gedir? Şef. Standart trafildir əslində. Çünki bizdə standartdan kənara çıxmağa ümumiyyətlə icazə yoxdur. Sadəcə əlavə xüsusi İnqrediyentlər əlavə edirsiniz. Spesifik dadları dəyişməkdən ötürü 5 ətli, 4 ətli də hazırlamaq olur. Biz də can əti ilə sırf baconu sizə məsləhət gördük. Buyurun, nuş olsun. Təşəkkürlər. Çox sağ olun. Təşəkkürlər. Belə olar bax sunum, xidmət. Pizzanı göstərək. Pendirdir, zeytundur. Üstünə belə göyərti ilə dekor veriblər. Gözəl görsənir. Məncə dadı da çox möhtəşəm olacaq. Bu arada bir şey də vurğulayım ki, sifarişimiz hardasa 5-6 dəqiqə çəkdi. Çox çəkmədi. Az çəkdi. Məncə az düzdür. Vaxtı qoşmaq üçün mən yenə vaxt qoşdum. İkinci pizzada sifariş vermişəm. Hardasa 6 dəqiqə çəkdi. Pizza Mizzada da bunun şahidi oldum. Burada da şahidi oldum. Pizza Mizzada açıq bufet idi. Şüşə arxasında olan gedən prosesləri görmək olurdu. Burada isə tam olaraq dəzgahda çox rahat şəkildə baxa bilirsiniz pizzanın hazırlama qaydalarına. Məncə möhtəşəm detaydır. Çünki müştərilər nə qədər sousları mətbəxlə görsələr daha yaxşı olar. Belə güvənilir olur. Maraqlı gəlir. Hazırlanması, gedən proses. Povur da aşçı deyək artıq. Yaxşı sunum elədi, çox yaxşı izah elədi, başa saldı bizə nədir. Məşən həqiqətən hələ ki çox xoşuma gəldi. Pizzanın dadına baxıb pizza ilə bağlı fikirlərimizi bildirəcəyik. Çörəyi möhtəşəm. Yəqin ki, mənə razı. Xəmiri çox gözəl. Pizzanı yemişəm, üstündə heç bir ingredient qalmayıb da. Yenə adi xəmirim boş-boşluğunda olsa yeyirəm. Maraqlı olan nə idi? Yağı var. Yəni burada qabdan da əlindən də hətta görə bilərsiniz. Çox yağlıdır, amma yağ adamın ürəyini vurmur da. Əksinə ləzzət edir, xoşuna gəlir. Yəni adama xoş təsir bağışlayır o yağ. Yəni çox xoşuma gəlir şəxsən. Bu da Buratlı pizzadır, sırf bizim standartımız. Tamam, sosu, mozzarella, pendiri, çeyrek pomidor. Biz bunun əsas sözü də kəsirəm şey, əsas Burat da kendinə sonra. görə demişik. Görə necədir? Əsas məsələsini ortasındakı qaymağı göstərəcəm sizə. Möhtəşəm dadı var da, bunu bilirəm. Əminəm ki, burada da çox gözəl olacaq. Qaymaq kimidir. İcazənizlə bunu mən yeyəcəm, gözlə bilməyəcəm. Dəhşət, möhtəşəmdir. Mütləq yeməlisiniz. Yəni bunun da dadına baxaq görə necədir. Bu arada burattonu pesto sousuna yerində daha maraqlı olur. Üzərinə biraz burattonu qoyuruq. Bravo. Həqiqətən üstündəki pendir olmasa bu qədər dadlı olmaz. Pizzanı da bəyəndim. Amma məncə ən çox xoşuma gəldi. Bunun üstünə vurulan pendirlər möhtəşəmdir, çörəyi də möhtəşəmdir. Ümumiyyətlə hamısını bəyəndim, amma ən çox bu iki pizza arasında mən bu xoşuma Daha gəldi. fərqli. Bəli. Istanda. Yağı hiss edirsəniz də gözəldir. Yəni əlim bütün yağdır, bəlkə deyim, ürəyimi vurar deyirəm, amma Gözlə görünür, yeyəndə ələ də deyil, amma ürəyə vurur. möhtəşəm. Müqayisə üçün deyim ki, eyni biz bu pizzanı İtaliyada Bellagio'da yemişdik, Buratto ilə yemişdik. Düzdür, oranın Burattosu müqayisədə buradan sözsüz ki, daha yaxşı idi. Amma ümumi dad olaraq İtaliya dediyimiz pizza ilə eyni dad sizlərə göstərim. Burattonu qoymuşuq çörəyin üstünə. Bunun adı nədirsə bilmirəm, amma pesto göyərtisidir, nə isə bilmirəm. Çox gözəl dad verir, fərqlilik. Bunu ayrı belə yemək adama çox əziyyət edir.
Sizdən icazə alıram, bunu deyirəm. Göz haqqınızı alalım. Allah. Sağ olsunlar bizə belə gözəl bir çay da ikram elədilər. Mən bir dəfə də belə bir çay görürəm. Sunumu məncə çox qəşəngdir. Çay üstündədir. Başlayaq. Birinci səninlə, sonra mən eləyəcəm. Bəs güzel ol. Yaxından da çəkim. Asta-asta çay tökülür üstünə. İçinə daha doğrusu. Maraqlıdır. Çayı göstərək. Məncə dəm aldığı qədər kifayət eləyər. Mən çox rəngli xoşlamıram. Bunu indi kəşf elədik. Götürürsən, məncə belə olmalıdır. Qoyursan belə ki, yerə axmasın. Məncə belə olmalıdır. Səhv eləsəm deyim. Biraz da dəm ala bilərdi. Çünki dadını hiss edirsən, amma az gəlir, qəşəngdir. Birdən elə bilərsiniz, müftədir deyə tərifləyirik. Yox, həqiqətən yaxşıdır. Mən çay xoşlayan deyiləm. Amma yüngüldür, zaten dəmini azaldı deyə yüngül gəlir. Şirniyyat da öz yerində həm şirin, həm yumuşaq, qəşəng. 5-ci restorandan sonra həqiqətən çayla şirniyyat Yerinə yorğunluğumuzu aldı. Axıra saxlamaqla məncə düz eləmişik. Başımız şirniyyata, çayı qarışdı. Bal verməyə yaddan çıxır. Məncə başlayaq. Biraz nəyə bəyənmədim? Ən azından stollarda salfetka olmasını istərdim ki, bizdə pizza gəldi, pizzanın birinci dilimi yedik, sonra gördük ki, salfetka yoxdur. Əlimiz yağlı getdi salfetka götürdü. Bəli, Yadımızdan salfetka çıxmışdı, götürdük. götürməmişdik. Masada olsa daha yaxşı olardı. Ən azından əl çatan olardı. Zaten masada balzamik sirkəsindən tutmuş, Himalay duzuna qədər hər bir şey var. Hər bir şey bəli, burada zaten var. Bir dənə də bölməyə salfetka ayırsanız məncə daha yaxşı olar. Nəsə balımızı verək müəllim, əsas məsələ. 10 bal üzərindən gedirik. 3, 2, 1, 10. 9. Mən 10, Vasif 9. Məncə Vasif o bir balı o salfetkaya görə kəsdi. Yox, salfetka ilə boşqa. Mən 10 bal verdim. Həqiqətən 10 bala dəyərdi. Doğrudan dəyərdi. İstəyirsinizsə biz 8 baldan yuxarı, 9 baldan yuxarı verməmişik. Birdən-birə 10 bal verdim. Dəyər. Biraz zeytun daha çox idi. Zeytun var idi pizzanın üzərində. Əlavə ekstra yenə zeytun vurmuşdu. Bəlkə mən zeytun bəyənmirəm, ona görə tam xoşuma Mən qara gəlmədi. zeytun yemini xoşlayıram. Xoşlayırsan. Mən çox xoşlayıram qara zeytunu. Hər səhər yeyərəm. Yox, Mənə hər xoşuma dilimə gəlir. 1-2 dənə zət düşmüşdü. İndi keçək Google üzərindən verilən rəylərə. Biz hal-hazırda Gənclik filialındayıq və onun Targovada da filial var Ağaxyanın. Gənclik filialında tam 947 rəy üzərindən. Bunu nəyə görə vurğulayıram? Çünki rəy sayı hədsiz çoxdur. Rəy çox olanda da istərsiniz biraz ortalama düşür aşağı. Çünki insanlar daha çox pis şeylər yazmağa belə deyim, üstünlük verirlər Google-da. Yaxşı şeylər yazmırlar. O baxımdan 947 rəy üzərindən aldığı reytinq balı deməyəcəm. Öz balımızı verəcəm, sonra onu deyəcəm. 5 bal üzərindən müəllim balı ver. 3, 2, 1, 5. 4 yarım. Yaxşı, ortalama 10 bal üzərindən İnşallah 5 olar. 9-5, 5 bal üzərindən isə 4,5 bizim dediyimiz reytinqdir. Amma Google üzərindən 4,2 verilibdi, 947 rəy üzərindən. Burada fikir verirəm, mənfi rəy yazanların da əksəriyyəti xidmətlə bağlı iradlarını bildirirlər, hansı ki bizə yaxınlaşan olmadı, üzümüzə baxmadılar falan filan. Zaten adamların konsepti özünə xidmət, bəlirli bir konsepti var. Ona görə düşünürəm ki, bu rəylər mənasız yerə verilibdi. Həmin o rəylərdə bu ortalamanı salır aşağı. Məncə 4,5-in üzərində olmalıdır Bəli, məhkəmə. hətta mən senin bir rəyi də oxuduq ki, adda yazılmışdı ki, servis haqqı da alınır və o servis haqqına Bəli. görə heç bizə servis göstərmirlər. Biz də ödəniş elədik və orada heç bir servis haqqı yazılmamışdı və ya Servis haqqı yox. Bizim ödədiyimiz hesab 55 manat, 2 kola və 2 pizza. Qiymət baha da deyil, hətta orta və ortanın altındadır. Hardasa aşağı yuxarı 23-24 manata, 22 manata hətta pizza yeyə bilərsiniz, amma yediyiniz pizza heç də İtalyan pizzalarından geri qalmır. yəni Yəni elə sözün bir deyil. pizza. Yaponiya üzrə mütəxəssisəm. Xahiş edirəm. Yapan künaslı çıxarmış bir mütəxəssis olaraq Doğru yoruşqunu qəşmas. 4 dilimi ona vermiş. Yapon dilində danışır. Buranı biraz Asiya həqiqətən interyeri oxşar Asiya bu. interyerinə oxşadırsan, ola bilər, oxşaya bilər. Biraz sən nəyə görə? Əsas ağaclardan falan, yaşıllıqdan, bir də o yumşaq rəng çalarlarına görə. Stolların hündürlüyündən. Bəli, ola bilər. Gəzmişik. İndi buradan çıxırıq, videonu bitirmirik. Çox xahiş edirəm, əziyyətimizi görürsünüzsə ən azından şərh yazıb, bəyənib, abunə ola bilərsiniz. Minnətdar olaram sizə. Ən azından dəstəyinizi bu şəkildə bizə göstərə Gələn bilərsiniz. videolarda mən olum yoxsa olmayım. Onu da şərh bölməsində yazın. Xoşunuza gəldi Vasifin təqdimatı, danışı, onu da mütləq qeyd edin. Qərar verək də, gəlsin yoxsa gəlməsin. İndi biz buradan çıxırıq, getdik. Bir dənə sehrimizi eləyək. Bəli, biz sehr elədik, gəldik Yaxşəhərə. Təbii ki, zarafatdır bu. Sıralamanı biz sondan birinci yerə doğru eləyəcəyik. Birinci yerdə üzülərək çox təəssüf ki, Domino's pizzanı qoyacağam, amma bizə olan münasibət çox yaxşı idi. Hətta bizə jest elədilər, nə qədər israr belə etməyimizə baxmayaraq hesabı bizdən almadılar. Buna görə də onlara çox minnətdarlığımızı bildiririk. Xırda nüanslara görə o məkan üçün bizim malımız 7 oldu. Pizzalar pis də deyildi, yaxşı idi, bəyəndik, amma ümumi biz 5 məkan arasında müqayisə edirdik. Vurğulamaq lazımdır ki, bu bizim öz şəxsi fikrimizdir. Biz orada başqa pizza desəydik, o daha çox bəlkə xoşumuza gələrdi. İkinci məkan isə pizza
Mizza oldu. Pizza Mizza'da yenə də bizi çox yaxşı qarşıladılar, ikram elədilər. Hər məkanda olur, amma biz yenə deyirəm ikramlara baxmırıq, hədiyyələrə baxmırıq, öz real fikirlərimizi bildiririk. Pula baxırıq amma. Amma sponsor olmaq istəyən ola bilər. Təbii ki, zarafatdır. Üçüncü yerə isə Pizza Bruno-nu qoyuruq. Dəniz məhsulları pizzası sifariş verdik. Çox yaxşı eləmişdilər. İkinci yer isə yenə də üzvlərə deyirəm Papa John's. Nəyə görə üzvləri? Çünki videoda gördünüz, bizə qarşı münasibətlər heç yaxşı deyil. Çəkiş falan icazə vermədilər. Amma yenə də biz dürüst oluruq, dürüst davranırıq. Onlara verdiyimiz ortalama qiymət bizim yediyimiz pizza 7.6 oldu. Və buradan onların reklam şöbəsinə bildirirəm ki, belə iş olmaz. Məncə düşünməlisiniz. Çünki Və bu arada biz digər filialda, bəli, digər Gənclik soruşduq Gənclik Mallda. Bizə dedilər ki, heç bir problem yoxdur, çəkiş eləyə bilərsiniz. Amma biz artıq cavabımızı almışdıq təəssüf ki. Və ən əsası, sonuncu yerə pizzaları möhtəşəm olan, interyeri möhtəşəm olan, insanları gülərüz, personal gülərüz olan Vapiano restoranına qoyuruq. Ortalama balımız 9.5 və sizə təkid edirəm ki, mütləq o məkana gedib pizzaların dadına baxın. Həqiqətən möhtəşəm idi. Hətta wow deyərdim. Bax müəllim sağ olsun 9 verdi. Ona görə ortalama 9.5 oldu, amma qırmağın da indi özünə görə haqlı səbəbləri var idi. Siz də videoya baxdınızsa, fikirlərinizi bizimlə bölüşün. Sizcə bəs sizin sıralamanız necə olmalıdır? Sizcə həqiqətən birinci yer Vapiano, 5-ci yer Domino's pizzadırmı, yoxsa fərqlidirmi? Fikirlərinizi mütləq bizimlə bölüşün. Abunə olun, yazın, bəyənin. Zəhmət olmasa özünüzə yaxşı baxın. Bu tərz videolarını daha çox görmək istəyirsinizsə, o zaman neynəsindən bizə bildirin. Növbəti videolarda görüşənədək hələlik.